Vətən şəhidlərimizin ruhları şad, bi haqqı Muhammedin aleyh və bi hörmətin surətin Fatihə. Bismillahirrahmanirrahim. Allahümme sallallahu Muhammedin ve alim. Allah rəhmət edesin. Allah şad. Salam olsun dastan yazan oğullara. Salam olsun mərd qeyrətli analara. Oğul var ki, bir ananın oğlu olar. Oğul var ki, bütöv elin oğlu olar. Bu oğullar dastan yazar, şəhid olar. Bu oğullar şəhid olar, yadda qalar. Bu şəhidlər vətən olar, bayraq olar. Bayraqları ucalara qaldıranlar, ucalardan igid kimi boylananlar. Qarşınızda baş əyirik. Biz sizinlə fəxr edirik. Bəli, şəhidlərimizlə, qazilərimizlə, veteranlarımızla həmişə biz fəxr eləmişik. Salam, əziz analar, əziz atalar və əziz tədbirimizə təşrif buyuran qonaqlarımız. Bugün iki şəhidimizin, Əmirov Adəm qardaşımızın və Zeynalov Ramin qardaşımızın anım gününə yığışmışdır. Həmişə olduğu kimi tədbirimizə başlamamışdan öncə Azərbaycanımızın ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi uğrunda öz şirin canlarından keçən igid qəhrəman şəhid qardaşlarımızın əziz xatirəsini bir dəqiqəli sükutla yad eləyək. Allah cəm şəhidlərimizin məqamını uca eləsin. Allah qazilərimizə şəfa versin. Allah analarımıza, atalarımıza, şəhidlərimizin yaxınlarına, doğmalarına Allah səbir versin. Bəli, mən danışanda həm Adəm qardaşımızla danışacağım, həm də Ramil qardaşımızla. Çünki bu iki qardaşımızın da hər biri bizim Azərbaycanımızın bayrağını Qarabağımıza sancan igid qəhrəman oğullarımızdır. Və bizim hər birimiz bu igid qəhrəman oğullarımızı həmişə yad eləyirik və həmişə də yad eləyəcəyik. Çünki onlar bizim Azərbaycan kişilərinin alnından qara ləkəni, çiynindən ağır bir yükü götürdülər. Biz indi fəxrlə deyirik ki, biz Azərbaycanlıyıq. Burada həmişə istər tədbirdə, istər tədbirdən sonra həmişə bura ziyarət olunur. Buranı gəlib ziyarət edirlər. Və şəhidlərimiz haqqında da burada olanda mən məlumat verirəm. Olmayanda müəllimləri məlumat verirlər.
Bu o deməkdir ki, bizim bu igid qəhrəman oğullarımız həmişə yaşayacaq. Siz onu yadınızda saxlayın. Onu bilin. Çünki bax, belə oğullarımız bizi belə gözəl ağ günə çıxardıblar. Öz evlərinin çırağını keçirib bizim evin çırağını yandırıblar. Biz hər birimiz ailədə, süfrə başında oturanda hər birimiz dua eləməliyik ki, Allah şəhid analarına, şəhid atalarına səbr edir. Bunu hər bir kəs eləməlidir. Bu günlərim bizim tədbirimizdə şəhid ailələrin işləri üzrə şöbəmiz üzrə Samir müəllim iştirak edir. Adəm qardaşımızın böyüyüb boya başa çatdığı Bənövşələr qəsəbə tam orta məktəbinin müəllim şagird kollektivi iştirak edir. O cümlədən Bənövşələr qəsəbə icra nümayəndəsi iştirak edir. Papravənd kənd icra nümayəndəsi iştirak edir. Və bizim Ramil qardaşımızın böyüyüb boya başa çatdığı Baharı bir qəsəbə tam orta məktəbin müəllim şagird kollektivi, o cümlədən Baharı bir qəsəbə icra nümayəndəsi kollektivi ilə iştirak edir. Qiyaslı icra nümayəndəsi burada iştirak edir. Veteranlar Birliyinin sədri bizim Elşən müəllim bu günlərin burada iştirak edir. Birinci Qarabağ müharibəsinin qaziləri iştirak edir. Allah onları qorusun. Rahib Məmmədov adına Döyüş Şöhrət Muzeyinin rəhbəri Sahib müəllim iştirak edir. Bizim bütün tədbirlərimizi və Birinci Qarabağ müharibəsində olan igid qəhrəman döyüşçülərimizi döyüş kadrları ilə həmişə bizim gənclərimizə və bizim tariximizə köçürən bizim Arxiv TV-nin rəhbəri, bizim əziz dostumuz Şakir müəllim iştirak edir. Mən hər birinizə təşəkkür edirəm. Və hər birinizin burada iştirakınız bizim şəhid analarımızın, şəhid atalarımızın yarasına bir balaca məlhəm çəkir. Və hər biriniz də öz çıxışlarınızda o vətənpərvərlikdən danışanda, bunların igidliyindən, qəhrəmanlığından danışanda onlar hər biri qürur hissi keçirirlər. Və indi mən sözü Samir müəllimə vermək istəyirəm. Buyurun Samir müəllim. Mən də salamlayıram şəhid analarını, şəhid atalarını, tədbir iştirakçılarını. Bugün ətrafına yığışdığımız bu iki qəhrəman haqqında, iki qəhrəman həyat haqqında öz düşüncələrimi bildirmək istəyirəm. Deməli, əziz və dəyərli insanlar, bu iki qəhrəman, ikisi də biri Ağdamın Papravənd, biri Ağdamın Qiyaslı kəndindən. Və təsəvvür edin, həm yaşıddılar. 99-cu ildə Əmirov Adəm, 2000-ci ildə isə Zeynalov Ramin dünyaya göz açır. Və bu iki qəhrəmanın həyatı da demək olar ki, çadır şəhərciyində, yağışın, əzab, əziyyətli günlərin içində və təsəvvür edin ki, bunlar yəni uşaqlığın demək olar ki, yaşamamışlar və ancaq cəbhə yanı ərazilərdə məskunlaşmışdılar və daha sonra onlar Aprel döyüşünün şahidi olmuşdular. Çünki Ağdam ərazisində Aprel döyüşü cəbhə yanı ərazilərdə olmuşdu və 2020-ci ildə bu iki qəhrəman Polad Həşimov, milli qəhrəmanımız şəhadətə ucaldıqdan sonra və həmin zaman Zeynalov Ramin artıq hərbi xidmətdə əsgər idi. Əmirov Adəm isə evdə valideynləri onun israrla yolundan dəyişdirmək istəsələr də, çünki onun atası Elçin əmi 4 ildən artıq Birinci Qarabağ müharibəsində iştirak etmişdi, o hərb sahəsinin çətinliyini bilirdi və onu fikrindən daşındıra bilməmişdi. Və nəhayət 2 ay olardı ki, o hərbi qulluqçu kimi xidmət edirdi və nəhayət 44 günlük Vətən müharibəsi başlayan zaman bu iki qəhrəman eyni gündə biri Kəlbəzər uğrunda, biri Ağdam uğrunda qəhrəmancasına şəhid olur. Bəli, bu qəhrəman oğulların ortaq cəhətləri sadaladıqca bitməz. Amma bu günlərim onların ruhu şaddır. Ona görə ruhu şaddır ki, bugün artıq onların ata-baba yurtları olan Qiyaslı kəndi, Papravənd kəndi işğaldan azad olunub. Bugün artıq orada Azərbaycan bayrağı da olan. Əziz insanlar, burada bu qəhrəmanlar haqqında 15 dəqiqə, 10 dəqiqə, 20 dəqiqə çıxış eləmək yəni mümkün deyil. Çünki düşünürsən, fikirləşsən ki, bu mövzulara toxunacağım, onlar haqqında bunları deyəcəm, çatdırmaq olmur.
Amma mən ona görə sevinirəm ki, bu gün artıq balaca raminlər, balaca adəmlər böyüyür. Həmin ailələrdə demək olar ki, həmin qəhrəmanlar böyüyür. Bu günlərim bildiyiniz kimi son 5 ildə Azərbaycan tarixində baş verən bütün gedişatlar, bütün işlər hər kəsin göz önündədir. Bu gün bəli, bu qəhrəman oğullar öz şirin canlarını ona görə fəda etdilər ki, bu torpaqlarda biz tikək, quraq, yaradaq, bu torpaqlarda onların adlarını əbədiləşdirək. Bu gün artıq bildiyiniz kimi 3000-dən artıq ailə artıq Qarabağa köç edir. Artıq orada məskunlaşıblar. Bu günlərim Qarabağ Universitetində tələbələr təhsil alır. Bu gün 50.000-dən yaxın insan Qarabağda fikir quruculuq işlərlə məşğuldur. Bildiyiniz kimi ötən bu cari ilin may ayında Qiyaslı kəndində Qiyaslı məscidinin bərpası ilə bağlı Cənab Prezident fərman vermiş. Mən bunları nəyə görə xatırlatmaq istəyirəm? Bu hadisələr burada olan valideynlərin hər birinin göz önündədir. Bizim artıq 30 ilə yaxın burada olan anaların hər biri əzab-əziyyətli günlər keçmişdilər. Bu günlərim onlar hər biri çadır şəhərciyində bilirdilər ki, yəni bu torpaqları bunların övladları işğaldan azad edəcək. Onlar öz övladlarını vətənpərvər ruhda böyütmüşdülər. Bəli, şəhid ailəsi, şəhid anası, şəhid atası çox ağır və fəxrlə, qürurla sizin alnınız ağ, alnınız açıq, üzünüz ağ, mətin və qətiyyətlisiniz. Bir o qədər də sizin içinizdə kədər, hüzün. Mən bura demək olar ki, hər gün biz bura gəlirik, həmin anaların yenə bir dəfə də olsun gözü yaşlı görməmiş ola bilmərik. Onlar həmişə burada o övladların ikisi ilə barışmırlar. Amma onların, bu günlərim onlar fəxr edirlər ki, onların övladları artıq bir qəhrəman kimi xalqımızın yaddaşındadırlar. Bəli, onların adlarının əbədiləşdirilməsi ilə bağlı bilirsiniz ki, zəfər parkları salınıb, fəxri xiyabanlar salınıb və bu yaxınlarda Anım günü ilə əlaqədar Cənab Prezident həmin o zəfər parkının qarşısında çıxış edərkən və Gəncə şəhərində memarlar abidə kompleksinin qarşısında çıxış edərkən o bir daha orada vurğuladı ki, istər siyasi arenada, istər informasiya müharibəsində, istər cəbhə müharibəsində xalq, ordu və komandanlığın birləşməsi nəticəsində biz bu torpaqları azad etmişik. Biz hər birimiz bir olmalıyıq, bir-birimizi, dövlətimizi qorumalıyıq, həmrəy olmalıyıq. Bunun üçün də bizim ən vacib olan bir missiyamız var. Biz yeni gəncləri sağlam, savadlı, güclü yetişdirməliyik ki, həmin gənclər bizim ölkəmizi, torpağımızı daim irəli aparsın. Onlar sağlam şagird, sağlam övlad, sağlam əskər, güclü əskər demək. Savadlı övlad, savadlı şagird, savadlı tələbə sabahların Azərbaycanı istər idman sahəsində, istər elm, təhsil, mədəniyyət sahəsində Azərbaycanı daim irəli aparır. Mən bugün həm Elçin əmiyə, həm Yasən əmiyə, onların şəhidlərimizin atalarına, analarına başsağlığı verirəm. Onların bildirmək istəyirəm ki, siz fəxr etməlisiniz və fəxr edirsiniz və çoxdur, onlarla bağlı arzularınız çox idi. Ancaq bu günlərim onlar bu yolu məhz onlar özləri seçmişdilər. Bəlkə də onlar o döyüşə atılmasaydılar, onlar heç vaxt barışmayacaqdılar. Bu onların məhz öz yolu oldu. Mən ona görə sizin hər birinizə Allahdan səbir diləyirəm və heç bir zaman arzu edirəm ki, müharibə olmasın. Əsgərlərimiz sağ-salamat valideynlərinin yanına qayıtsınlar və bundan sonra sizin digər övladlarınıza Allah gözəl günlər nəsib eləsin ki, onların qardaşları, ruhları şad, onlar məhz onların gözəl günlərini arzulayır. Biz sizə nə desək də təsəllidir, o heç vaxt sizi sonla barışmırsınız. Amma bir dənə təsəllimiz ölçümüzdə olan odur ki, bu qəhrəmanlar hər biri həm sağlığında, həm şəhadətə ucaldıqdan sonra bir nümunə olur. Biz o yolu qorumalıyıq, saxlamalıyıq. Mən sizə öz dərin minnətdarlığımı bildirirəm şəhid atalarına, şəhid analarına. Mən artıq onların bir övladı olmuşam, özümü o cür hiss edirəm. Onlarla bəzən dərdləşirik, bəzən hər hansı bir problemin üstündə söhbət edirik. Amma bilin ki, sizin hər bir zaman bütün Azərbaycan xalqı sizin dəyərinizi, qiymətinizi bilir. Çünki bu xiyabana gələn hər bir kəs bilir ki, sizlərə borcluyuz. Çünki o qəhrəmanları məhz siz yetişdirmişsiniz. Mən sizə Allahdan səbir diləyirəm.
Çox sağ olun, diqqətinizə görə. Samir müəllim, 2 dənə sözünüzə qüvvətdə mən deyim, böyüklərdən üzr istəyirəm. 2 sözünüzə toxunacağım. Bizim Azərbaycanın 44 günlük vətəni var. Hər bir bölgəsinə şəhid gəldi. Hər bir rayonun istər qəsəbəsinə, istər kəndinə şəhid gəldi. Heç bir ana, heç bir ata, heç bir valideyn çıxıb demədi ki, mənim oğlumun niyə nəşi gəldi. Biz bundan olduq, birlik yaratdıq prezidentimizin əhatəsində. Bir sözünüzə də qüvvət deyim ki, bu şəxsən mən öz oğlumdan deyirəm, üzr istəyirəm. Oğlumun timsalında bütün şəhidlərin adından mən deyə bilərəm ki, onların vətən uğrunda şəhid olmağı öz istəkləri oldu. Amma onlar bizim çiynimizə ağır yük qoyub gediblər. Nə qədər fəxr eləsək də, bir o qədər də yük qoyub gediblər ki, biz oturuşumuzla, duruşumuzla, davranışımızla bu xalqa bir nümunə kimi. Amma buna baxmayaraq da biz şəhid ailələri çox həssas təbəqəyik. Bizə heç nə yox, bizə bir quruca xoş kəlmə ehtiyacımız var. Bir quru kəlməyə. Bayaq dedim, Allah şəhidlərimizə dəyər verənlərə də dəyər versin. Hal-hazırda şəhidlərimizin əlsiz, ayaqsız, gündüz yenə vaxt keçirmək olur. Gecəni tək-tənha o əlsiz, ayaqsız qazilərimiz ki, o sızıltı ilə səhərə açırlar, tək-tənha ev ailəsi ilə birlikdə. Onların hesabına həqiqətən 44 günlük vətən müharibəsində iştirak edən veteranlarımıza sayaq, bu torpaqlarımız geri qayıtdı, alındı. Hal-hazırda da bu torpaqlarımızda qeyrətli oğlanlarımız var. Sərhədlərimizdə xidmətdədirlər, qaroldadılar. Allah onlara da can sağlığı, uzun ömür versin. Sağ olun, Allah şükür. Yəni, inanın 90 minə yaxın Azərbaycan lüğətində söz var. Mən o qədər söz fikirləşirəm ki, bu mövzulara toxunacağam. Gəlirəm burada, baxıram, anaları görürəm, üzünə baxıram, inanın, söz tapıb deyə bilmirəm, onları ovunduracaq. Amma bayaq da, o qədər, amma bilin ki, biz sizlərlə fəxr edirik. Sizlərə hər birimiz borçluyuq. Bunu uşaqdan böyüyü hər kəs bilir. Yəni, sizin həmişə bir o qədər kədər, hüzün olduğu qədər, bir o qədər də mətin onun fəxrini yaşayın. Çünki o qəhrəmanları siz yetişdirmişsiniz. Allah sizlərə ömür versin. İnanın, ölkə rəhbəri görmüşsünüz dəfələrlə, şəhid ailəsi ilə, şəhid baisi ilə söhbət edən zaman onun gözdə, o ağlayır. Sanki onlar, yəni bu bizim üçün bir nümunədir, bizim üçün bir örnəkdir ki, biz baxıb o cür olmalıyıq, biz də elə olmalıyıq. Və mən arzu edirəm ki, o torpaqlara qaydağın və o çadır şəhərciklərində olan əzab-əziyyətli günləri unudağın, həmin gözəl günləri həmin torpaqlarda yaşayaq. Çox sağ olun, minnətdaram hər birinizə. Qədir bilənliyiniz üçün təşəkkür edirik. Sağ olun. Sağ ol, təşəkkür edirik. Ramil qardaşımızın komandiri olmuş Elşən müəllim bugün burada iştirak edir. Bayaq qeyd elədim. Mən Elşən müəllimə söz vermək istəyirəm. Buyurun Elşən müəllim. Əziz dəyərli Ağdamlılar, şəhid ailələri, hər birinizin qarşısında baş əyirəm və bütün şəhidlərimizin ruh qarşısında baş əyirəm burada. Mən öz adımdan, qardaşım xanın adından hər birinizə səbir diləyirəm, başlanıram. Və bu günləri bir xalq kimi, bir millət kimi alnı açıq, üzü ağ gəzməyimizin səbəbkarları bizim şəhidlərimizdir. Bizim vətən yolunda canından keçən qazilərimiz, veteranlarımızdır. Bu günləri Adəm qardaşımızın, Rami qardaşımızın anım günüdür. Mən üzürlü səbəbdən bəzi şəhid qardaşlarımın anım günündə iştirak etmədim. Məni bağışlayın, hər birinizdən üzür istəyirəm. Bəli, vətən müharibəsi başlayan zaman bütün Ağdamlılar kimi də Adəm qardaşımız, Rami qardaşımız sırasarlı vətən keşiyinə qalxdılar və öz canları ilə, qanları ilə bu vətən torpağını sulayıb şirin vətənə çevirdilər. Ramin bizim hərbi hissədə gənc əskər dövrü mənə yaxınlaşdı. Hərbi hissə zabitlərindən bir-iki nəfər ki, Ağdamdan bir əskər var, Qumbaratan vəzifəsindədir və çox savadlı bir əskər. Həqiqətən mən fəxr duydum, fəxr etdim ki, mənim elmim, obamın belə bir igid oğlu var. Çağırdım ondan silahının, taktik texnik xüsusiyyətlərini
soruşanda əzbərdən hamısını, bütün nişangahlarından, oxu icazlarından hamısına sual verdim. Gecə vaxtı atış zamanı hamısını yüksək səviyyədə danışdı və mən dinlədim, onu qiymətləndirdim. Dedim, mən ön xəttə xidmət eləmək istəyirəm. Dedim, zaten bura ön xəttdir. O 3-4 ay xidmət elədiyinə baxmayaraq, ön xəttə xidmətə getdi. Və döyüş vaxtı ikimiz eyni səngərdəydik. Mən onu orada görəndə dedi, komanda şükür bu günə ki, mən səninləyəm, bir yerdəyik. Və mən onu qucaqladım, üzündən öpdüm, dedim ki, çalışaq bir-birimizi qoruyalım burada. Bunlar hamısı mənə əmanət. Yəni, 2 tağımla biz Daşkəsən Kəlbəcər istiqamətindən hücuma keçmişdik. Və Ramin də qumbaratan vəzifəsində xidmət edirdi. Düşmənin sığınacağını qumbaratanla susturdu və düşmənin minatan mərmisi düşdü. Ramin orada yaralandı. Yaralandı, biz onu təxliyə elədik. Təcili tibbi yardım maşını ilə çıxardanda təcili tibbi yardım maşını da vurdular. Və Ramin orada şəhid oldu. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Bizim üçün çox ağır idi. Həqiqətən çox ağır idi. Mənim üçün daha ağır idi. Amma bizim bir dənə amalımız var idi ki, şəhidlərimizin qisasını alaq. Və 30 ilə yaxın işğalda olan torpaqlarımızı işğaldan azad edir. Bəli, bu günləri bir xalq kimi, bir millət kimi hamı bir oldu. Ali Baş Komandanın ətrafına yığışdı, bir dəmir yumurğa çevrilib, düşmənə elə bir zərbə endirildi ki, düşmən 30 ilə yaxın o yaratdığı mif məhv oldu. Allah cəm şəhidlərimizə rəhmət. Bir var şərəfli ölüm, bir var adi ölüm. Bəli, hər birimiz orada şəhid olardıq. Mənim arzum olmuşdu, həmişə mən vətən uğrunda şəhid olum. Amma ona mən nail olmadım. Yəqin ki, Allaha qurban olum, qismət deyil. Amma bu qardaşlarımız daimi yaşayacaq. Hər birimizin qəlbində yaşayacaq. Və mən bir də hər birimizdən xahiş edirəm. Bütün Ağdamlardan xahiş edirəm. Bizim 1-ci Qarabağ müharibəsində döyüşən igid qəhrəman oğullarımız olmasaydı, 80% torpağımız bizdə qalmayacaqdı. Xani kimi oğullar olmasaydı, bizim o 80% torpağımız bizdə qalmayacaqdı. Niyə ki, onlar qanları ilə, canları ilə, silahsız, civlərindən pulu ilə mərmi aldı, güllə aldı, silah aldı, döyüşdülər. Və o torpaqlarımızı qoruyub saxlaya bildilər. Və bizim 1-ci Qarabağ müharibəsinin şəhidlər xiyabanı var. Oranı bizim gənclərimiz, bizim tələbələrimiz, bizim insanlar, hər bir şəhidlər xiyabanın kəndlərimizdə var. Hamısını ziyarət etməliyik, onları qorumalıyıq, onlara dəstək olmalıyıq, onların ailə üzvləri. Mən hər birinizin qarşısınızda baş əyirəm. Hər birinizə öz minnətdarlığımı bildirirəm. Allah sizləri var eləsin, Allah səbir versin. Bir daha minnətdarım sizə. Mən onu da qeyd edeyim ki, bizim şəhidlərimizin hər birinin atası 1-ci Qarabağ müharibəsinin igid qəhrəmanlarıdır. Bir şey də nəzərinizə çatdırır. Bizim Ramil qardaşımızın qohumu bir idmançımız var, Birgül bacı. Almaniyalı bir güləşçi ilə o güləşə çıxanda, ringə çıxanda o bu sözlə deyib çıxdı ringə. Mən bu qələbə qazanmalıyam. Ölsəm də qələbə qazanacağam. Onu mən Ramin başda olmaqla bütün şəhidlərimizin xatirəsinə həsr edirəm. Və o gəldi bura, gəldi şəhidlər xiyabanını ziyarət elədi. Cənab bacımız Vaqif müəllim o bacımızı qəbul elədi və dünya çempionu oldu. Bu bizim fəxrimizdir. Ağdamlımızın və Qiyaslı kəndinin adın qaldıdır. Azərbaycanın bayrağın qaldıdır orada. Tevfik müəllimə söz vereyim. Buyurun Tevfik müəllim. Hörmətli bacılar, qardaşlar, hörmətli şəhid ailələri. Qorxmaz müəllim və digər qardaşlarım burada geniş danışdılar. Yəni, çox gözəl dedi Sabir müəllim ki, bizim söz lüğətimiz geniş olsa da,
bu qəhrəmanların elədiyi qəhrəmanlıqların qarşısında söz bəzən çox zəif görüşür. Azərbaycan xalqı, mən 30 il Qorxmaz müəllim başda olmaqla müəllimi olmuşam. Azərbaycan xalqının tarixini tədris eləmişəm. Həmişə gənclərə vətənpərvər olmağa, vətənini, xalqını sevməyə həmişə aşılamışam, demişəm. Və onunla da fəxr eləmişəm ki, yəni o gənclərin vətənpərvər böyüməsində az da olsa mənim də borcum olmuşdur. Biz hər birimiz bir bioloji varlıq kimi Allah Taala yaradıb, yaşayırıq, dünyamızı dəyişib gedirik. Amma bizdən fərqli olaraq çox düz dedilər ki, bu şəhidlərimiz elə bir həyat yaşayırlar ki, onlar bioloji varlıq kimi yox, onlar qəhrəman kimi. Bu dünya gəliblər, qəhrəman kimi də dünyalarını dəyişiblər və əbədi olaraq Azərbaycan xalqının qəlbində də yaşayacaqlar. Bu igidlərimiz Azərbaycan xalqının 200 ildə boynumuza ilan kimi salınmış elə bir acı mirası üstümüzdən götürdülər ki, ona nə kitablar, nə şeirlər, nə mahnılar onun qarşısında, o qəhrəmanların qarşısında, elədiklərinin qarşısında acizdir. Deyir, dağın ucalığını, dağdan aralandıqca çox yüksəliyin görmək olar. Biz bu qəhrəmanlığın illər keçdikcə böyüklüyün hiss eləyəcəyik ki, bunlar elə bizim üzərimizdən elə bir yükü götürüblər ki, bunlar elə bir qəhrəmanlıqlar ediblər ki, bunu bizim babalarımız eləyə bilmədi. Atalarımız eləyə bilmədi. Amma o bizim boynumuza düşmüş ağır mirası, bax bu igidlərimiz ki var, bunlar elədi. Bacım çox düz dedi, şəhidimizin, şəhid bütün millətin şəhididir. Haralı, kimliyini bilinmir. Və bu igidlərimizin qəhrəmanlığı elə bir hünər göstərməyi oldu ki, yenə deyirəm, onu hər hansı bir yazmaqla, danışmaqla əhatə eləmək olmaz. Allah sizlərə can sağlığı versin. Siz elə bir müqəddəs insanlarsınız ki, şəhid anaları, ataları, sözün həqqi mənasında hər bir insan sizin qarşınızda borçludur. O borçdan heç birimiz çıxa bilmərik. Azərbaycan xalqı sizə borçludur. Allah sizi qorusun, şəhidlərimizə rəhmət eləsin. Mədəniyyət işçilərinin Həmkarlar İttifaqının sədri Cahangir müəllim iştirak edir. Allah ona da can sağlığı versin. Və bizim şagirdlərimiz Baharlı bir qəsəbə tam orta məktəbin şagirdləri, o cümlədən bizim Bənövşələr qəsəbə tam orta məktəbinin şagirdləri. Salam şəhid anası, mən də sənin bir balan, olmasam da qəhrəman. Şuşa, Kəlbəcər alan, sənin oğlun tapşırıb, səni mənə yol aldı. Məhz onlar sayəsində ordumuz zəfər çaldı. Salam şəhid atası, sən necə qürurlusan, dağ boyda oğlun gedib, hələ də dik durmusan. Ağappaq saçlarından nur tökülür nur ata, həmişə qürurlu ol, hər zaman dik dur ata. Haqq hesab günürü dedi igidlər, cənnət Qarabağda bizim şəhidlər. Sarılıb silaha vətən dedilər, vətən uğrunda oldu şəhidlər. Qələbə gününü daddıran bizə, borcludur bu millət bir ömür sizə. Müjdəni ver Polada həm mübarizə, aldılar torpağı ey şəhidim. Müharibədən keçir neçə il, neçə ay, ürəkdən gülə bilmir şəhid anası. Oğluna körpə vaxtı oxumuşdu laylay, indi qəbri üstündə çəkir ahı vay. Bir ana kimi toy etmək istəyirdi oğluna, oğlundan sonuncu zəng gəldi telefonuna. Ana məni bağışla, əlvida anacan, qala bilmədim yanında sonacan. Bu gənc yaşında saçlarına düşübdən, necə də qocalmış qəmdən, kədərdən. Oğlu ilə nə qədər vardır arzular, puç olmuş həmin arzular, xəyallar. Ey şəhid anası, sən məğrur yaşa, igidlər məhdcəsinə getdilər savaşa. Oğlun ilə fəxr edir indi bütün cahan. Şəhidlər sayəsində yaşayır Azərbaycan. Şəhidlər sayəsində yaşayır Azərbaycan. Rahat yat məzarda şəhid qardaşım. Qisasın alındı xain düşməndən. Hər bir kəs əyərək önündə başın.
qürurla danışır igidim səndən. Sən bizim fəxrimiz, qürurumuzsan. Kimlər seçmədi ki, sən seçən yolu. Sən getdin can qucağımızdan. Sən ey vətənimin qəhrəman oğlu, ucaldın ən böyük mərtəbəyə sən. Uca yaradanın öz dərgahında söylədin son dəfə nəfəs verərkən. Dalğalan bayrağım Qarabağımda, Mən şəhidəm, ölməmişəm. Şəhidlər ölməz daxı, ölməmişəm, yaşayıram. Dönüb vətən torpağıma qarışmışam. Sarılaraq bayrağıma, bayrağıma qarışmışam. Mən şəhidəm, ölməmişəm. Külək olub qarışmışam vətənimin havasına. Cismim köçüb bu həyatdan, ruhum hər an sizinlədir. Kim ki mənə arzulayır, şirin bir xəyala dönüb tez gəlirəm yuxusuna. Mən şəhidəm, ölməmişəm, şəhidliyə ucalmışam. Yerim cənnət, nə olsun ki cismim köçüb bu həyatdan. Nə qədər ki var bu millət, nə qədər ki var bu dövlət. Demək unudulmayacam, demək hələ yaşayacam. Şəhidlər qoymadı, ensin bu bayraq. Hər dalğası bir şəhidin ruhudur. Vətən iman yerim, vətən inancım. Bu vətən savaşı xalqın ruhudur. Dayar səsində vətən sürüsüz. Qarabağ uğruna təkcə şəhid yox, həm də Qarabağın artıq ölüsüz. Bir silah var hər biləyin üstündə, min yara var bir kürəyin üstündə, hər çiçəyin, hər ləçəyin üstündə. Şəhidimin yanağının şehi var. Əskər oldu hər rəssamı yazarı, hər ürəkdə bir şəhidin məzarı. Hər məzarda bir ananın ahı var. Gerçək olur hər yuxusu bu xalqın, bir darıqlıdır hər qoxusu bu xalqın. Göylərdən də yox qorxusu bu xalqın, çünki göydə Adəmin ruhu var. Allah sizləri qorusun. Allah sizlərə dəyməsin. Bax bu iki balamız bizim Qazi Tural qardaşımızın qızlarıdır. Bax o evdə belə igid, qəhrəman qızlar böyüyür. Allah sizləri var eləsin. Allah sizlərə də dəyməsin. Hər biriniz bilin ki, sizin hər bir uğurunuzda bizim şəhidlərimizin, qazilərimizin əməyi var. Təşəkkür edirəm. İndi rayonumuzun axundu Hacı Mehman qardaşımı dəvət eləyək, şəhidlərimizin ruhuna dua oxusun. Şəhid Adəm bin Vətin və Həzəl şəhid Rabbim dünyası və cəm şuhadayı vətən və bi haqq hürməti surəti. Fatihə mə'as sələvat. Allahümmə salli alə Muhammed və ali Muhammed. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Allahümmə salli alə Muhammed və ali Muhammed. Allah təbarək təala Adəm Elçinoğlu'nun, Ramin Yasinoğlu və cəm şəhidlərimizin ruhlarını şad eləsin. Amin. Allah qazilərimizə, şifacı döyüşçülərimizə, başda Ali Başkomandan olmağından, xalqımıza xoş günlər nəsib eləsin. Allah zirvələrdən dalğalanan bayrağımızı, hər bir zaman zirvələrdən dalğalansın. Allah şəhid atalarına, şəhid analarına, əzizlərinə səbr əta eləsin. Amin, amin ya Rəbbəl aləmin.